Salam, mən Tural İsmailovun təqdimatında siyasi baxışı izləyirsiniz. Həftənin təbii ki, ən vacib hadisəsi Macaristanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməyidir. Bugün Türk Dövlətləri Təşkilatı artıq önəmli bir qlobal siyasi platforma halına gəlibdir və buna açıq etiraf etmək lazımdır ki, Azərbaycanın qazandığı qələbələr, zəfərlər və ümumiyyətlə Azərbaycanın rolu Türk Dövlətləri Təşkilatı üçün tarixi bir sıçrama və addımlara səbəb oldu. Bunu dəfələrlə çıxışlarımda və yazılarımda da qeyd etmişəm ki, bizim 44 günlük Vətən müharibəsində qazandığımız qələbə eyni zamanda 2023-cü ildə bir sutkadan da az davam edən antiterror əməliyyatları ilə Xankəndidə separatçı terrorçulara vurduğumuz zərbə və Azərbaycanın şanlı üç rəngli bayrağını Xankəndidə dalğalandırmağımız Azərbaycanın mövqelərini və eyni zamanda siyasi gücünü göstərmədi. Bu bütövlükdə Türk dünyası tarixi üçün çox böyük əhəmiyyətə malik oldu və məhz bundan sonraki dövrdə Türk coğrafiyasında siyasi, iqtisadi və eyni zamanda təhlükəsizlik baxımından çox ciddi addımların atıldığını və eyni zamanda bütöv Türk dövlətlərinin önəmli siyasi bir platforma halına gəldiyini biz artıq müşahidə edirik və bunu ötən həftəki verilişimizdə də vurğulamışdım ki, məsələn Azərbaycanın separatçılıq bəlasını Türk coğrafiyasından uzaq tutması, Xankəndidə bayrağını dalğalandırıb suverenliyini tam təmin etməsi və ondan sonraki dövrdə bu yaxınlarda artıq Türkiyənin xain PKK terror təşkilatını tarixin arxivinə göndərməsi Türk dünyasının zəfərlər fonudur. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi kontekstində də biz görürük ki, separatçılıqdan əziyyət çəkən xalqlar hələ də vardır. Hələ də dünyada təəssüflər olsun ki, əraziləri təhdid edən müxtəlif ünsürlərdən qlobal imperializmin ayrı-ayrı şəbəkələri istifadə etməyə çalışırlar. Elə Cənubi Qafqazda bizim qonşumuz Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiyadakı separatçılıqdan əziyyət çəkir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın işğal edilən ərazilərində qondarma hansısa strukturlar, dırnaqarası qurumlar yaradılır və əlbəttə ki, bütün bunların fonunda həm də görürük ki, digər başqa coğrafiyalarda da ərazi mübahisələri və konfliktləri ilə separatçı meyarlardan istifadə etmək tandem təşkil edir. Yəni bütövlükdə bir ölkənin coğrafiyasına, ərazisinə qarşı hansısa qəsd həyata keçirmək istənilirsə, mütləq orada hansısa xalqların adından istifadə edilir, mütləq onların adından hansısa bir separatçı ünsürlər, qondarma təşkilatlar yaradılır və yaxud da hansısa tanınmayan dırnaqarası dövlətlər qurulur və beləliklə ölkələrin ərazi bütövlüyü və suverenliyi şantaj edilərək onların güclənməsi faktorundan qorxuların qarşısında gələcək üçün çox ciddi təhlükələr formalaşdırılır. Amma bu qədər qarmaqarışıq və eyni zamanda xaotik geopolitika fonunda Türk dünyasında qazanılan zəfərlər, separatçılığın kökünün kəsilməsi, həm də eyni zamanda artıq işğal faktorunun Türk coğrafiyasından uzaq saxlanılması fonunda Türk dünyası da öz birliyini və eyni zamanda bütöv sahələrdə kombinə edilmiş siyasi qərarlarını daha güclü bir formada almaq iqtidarındadır və bunun da nəticəsində Türk Dövlətləri Təşkilatı çox ciddi bir tandem təşkil edir. Bugün Türk Dövlətləri Təşkilatının tərkibi kifayət qədər maraqlıdır. Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin bir-biri ilə həm iki tərəfli əlaqələr çox güclüdür, həm də nəzərə almalıyıq ki, TDT üzvü olan ölkələr təkcə Türk Dövlətləri Təşkilatında bir-biri ilə yaxşı əlaqələrə malik deyirlər. Həm də biz bu faktoru unutmamalıyıq ki, bugün Türk Dövlətləri Təşkilatının daxilində həm də buranın üzvü olan ölkələr fərqli-fərqli təşkilatlarda da təmsil olunurlar. BMT-də, Qoşulmama Hərəkatında, İqtisadi Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlığı Təşkilatında təmsil olunurlar. Eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvü olan Mərkəzi Asiya ölkələri bugün Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ikən Türk Dövlətləri Təşkilatının ən önəmli güclərindən olan Türkiyə NATO üzvüdür. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan və elə bu həftədə toplantısı həmin ölkədə keçirilən Macarıstan NATO-nun və Avropa İttifaqının önəmli tərəfdaşıdır və belə olan təqdirdə əlbəttə ki, təşkilatın içərisindəki ölkələrin ayrı-ayrı siyasi platformalarda təmsil olunması həm də Türk Dövlətləri Təşkilatında müxtəlif siyasi, hərbi, iqtisadi görüşlərə malik olan təşkilatlarda olmağından asılı olmayaraq ortaq mənəvi kültürlər və etnik birlik sayəsində dövlətlərin necə vahid bir mövqe ortaya qoymağının
bariz nümunəsidir. Elə biz Rusiya-Ukrayna müharibəsi və yaxud da bir-biri ilə etnik baxımdan qohum olan xalqların konfliktologiya tarixinə baxanda görürük ki, tarixdə doğrudan da bir-birləri ilə yaxın münasibətləri olan xalqların, ölkələrin bir çox savaşları mövcud olmuşdur. Amma bugün elə bax bu fərqli-fərqli təşkilatlarda, fərqli-fərqli siyasi görüşlərə malik olan türk dövlətlərinin məhz qohumluq və eyni zamanda o bağlar nəticəsində ortaq bir mövqe nümayiş etdirməsi simvolikdir, önəmlidir. Gələcəkdə yaxın xalqların bir-biri ilə toqquşma ehtimallarının qarşısını almaq üçün də örnək alınası bir mənbə və platformadır. Elə buna görə də cənab prezident İlham Əliyev Azərbaycanda keçirilən növbədən kənar prezident seçkilərində qazandığı qətiyyətli qələbədən sonra Azərbaycan Milli Məclisində inaqurasiya mərasimində çox aydın şəkildə vurğuladı ki, bizim bir ailəmiz var, o ailə də türk ailəsidir, türk dünyasıdır və biz hər zaman öz ailəmizi əsas tutacağıq və bugün də Türk Dövlətləri Təşkilatı baxımdan çox vacib bir struktur halına gəlibdir. Dəfələrlə bilirik ki, Türk Dövlətləri Təşkilatının müxtəlif görüşləri, müxtəlif platformalarda əməkdaşlığı davam edib və ötən il işğaldan azad edilmiş bölgələrimizdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçirildi. Şuşa şəhərinə gəldi Türk dünyasının liderləri və eyni zamanda Türk coğrafiyasından gələn rəhbərlər Şuşaya qaydan keçmiş məcburi köçkünlərimizlə Azərbaycan vətəndaşları ilə görüşdülər, onlarla qolboyun oldular. Avropa İttifaqındakı ermənipərəst dairələrin bütün hücumlarına və baskılarına rəğmən Macarıstan rəhbəri Viktor Orban Şuşaya gəldi, Şuşadan görüntülər paylaşdı və bugün Türk Dövlətləri Təşkilatının zirvə görüşünün keçirildiyi məkan da kifayət qədər önəmli bir məkandır. Bilirik ki, Macarıstan öz iqtisadi potensialına, imkanlarına, həmçinin alternativ ideoloji yanaşmalarına görə Avropa İttifaqının içərisində ciddi baskılara məruz qalır. Amma Macarıstanda Viktor Orban hökuməti çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçirə bilir və bu məhz bunun nəticəsidir ki, bugün Avropa İttifaqının içərisində bəlli dairələr Qərbin o iylənmiş imperializminə boyun əymədiyi və həmçinin eyni zamanda kollektivçi bir şəkildə dövlətlərin özünün müstəqil qərar qəbul etmə instinktlərini sıfırlamağa çalışan Avropa İttifaqının birgəlik strukturunun içərisində Macarıstan özünə xas dövlətçilik ənənəsi, eyni zamanda öz duruşu olan çağdaş siyasi proseslərə və dünyada baş verən hadisələrə fərdi mövqeyini nümayiş etdirməyi bacaran gözəl bir ölkədir və Orban hakimiyyəti dövründə Macarıstanda istər təhlükəsizlik, istərsə də dövlətçilik təsisatları ən yüksək səviyyəyə çatıbdır və bugün Macarıstan biz görürük ki, bütün baskılara rəğmən Türk dünyasının yanındadır, Türk Dövlətləri Təşkilatındadır və bugün Türk Dövlətləri Təşkilatının NATO-nun üzvü olan, Avropada kifayət qədər önəmli baxışları olan, özünün mövqeyi olan, özünün dövlətçilik etikası və kultu olan Macarıstanda Türk Dövlətləri Təşkilatının zirvə görüşünün keçirilməsi həm simvolik, həm də eyni zamanda siyasi baxımdan özündə kifayət qədər böyük mesajları saxlayan bir platformadır. Eyni zamanda bilirik ki, Macarıstandakı toplantıda ənənəvi siyasi-iqtisadi müzakirələrlə yanaşı Türk dünyasının hərbi mənada gələcək birlik modellərinin inkişaf etdirilməsi də müzakirə olunur. Nəzərə almalıyıq ki, Türk Dövlətləri Təşkilatında ayrı-ayrılıqda Azərbaycan və Türkiyə arasında bu hərbi sahədə əməkdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan ordusunun NATO standartlarına uyğun yenidən formalaşdırılmasında Türk komandanlığının, Türkiyənin hərbi sisteminin son illərdə çox böyük rolu vardır. Azərbaycan və Türkiyə həm ikilikdə, həm üçlükdə, yəni Azərbaycan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkiyə, Pakistan formatlarında dəfələrlə hərbi təlimlər keçiriblər. Eyni zamanda hərbi sənaye sayəsində Azərbaycan və Türkiyənin ortaq addımları var. Bugün Türkiyənin dünyaca məşhur pilotsuz uçuş aparatları üzrə artıq bir simvol halına gəlmiş Baykar şirkətinin Azərbaycanla ortaq addımları atılır. Bayraktarların Azərbaycan ordusunda yüksək səviyyədə tətbiqini biz 44 günlük vətən müharibəsində gördük. Təbii ki, bundan əlavə siyasi mənada da imzalanan ortaq bəyanatlar var. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi, sonrakı dövrdə cənab prezident İlham Əliyevin Özbəkistana səfəri fonunda imzalanmış Daşkənd bəyannaməsi, həmçinin Qırğızistanda imzalanan Bişkek bəyannaməsi Türk Dövlətləri Təşkilatı daxilində ölkələrin bir-biri ilə əlaqələrini möhkəmləndirməsinin ən yaxşı nümunəsidir və təbii ki, ölkələr öz aralarında
miqdarında bu əməkdaşlıq modelini gücləndirdikcə bu bütövlükdə təşkilatın özünün də əməkdaşlıq meyarlarının daha da güclənməyinə səbəb olur və belə olan təqdirdə hərbi sənaye sahəsində bu ayrı-ayrılıqda əlaqələr belə mükəmməl ikən təşkilatın özünün də gələcəkdə ayrı-ayrı qollarının yaranması mümkündür. Bilirik ki, mədəniyyət sahəsində uzun illər Türksoy fəaliyyət göstəribdir. Bugün Türk Mədəni İrsi Fondu Azərbaycanda fəaliyyət göstərir. Eyni zamanda müxtəlif formalarda Türk dünyasının əlaqələri mövcuddur. Türk Akademiyası adlı tədqiqatçıların, araşdırmaların və bizim Azərbaycanlı akademik Şahin Mustafayevin rəhbərlik elədiyi bir elmi camia da mövcuddur. Onların çox geniş bir Türk barometri tədqiqatı keçirildi və Sosial Tədqiqatlar Mərkəzində həmin Türk barometri tədqiqatının da təqdimatı həyata keçirildi və təbii ki, biz görürük ki, onsuz ayrı-ayrı sahələrdə burada elm sahəsi də daxil olmaq üzrə, ictimai rəyi öyrənmək üçün sosioloji sorğu sahəsi də daxil olmaq üzrə müxtəlif əməkdaşlıq formatları və modelləri mövcuddur, amma bu modelləri daha da dərinləşdirməyin imkanları çox genişdir və indi ola bilsin ki, bugünkü dövrdə Türk dünyasının vahid ordusunun yaranması prosesi hələ ki, indiki məqamda praktik olaraq gerçəkləşmir, amma mən hesab edirəm ki, bu zaman məsələsidir. Onsuz da bugün Türk Dövlətləri Təşkilatı çox önəmli bir siyasi gerçəklikdir və mən hətta deyərdim ki, gələcək üçün həm də bir siyasi kult olmağı bacarıbdır. Belə olan təqdirdə Türk Dövlətləri Təşkilatının ayrıca bir hərbi qanadının, ayrıca bir hərbi strukturunun gələcəkdə formalaşması ehtimalları da kifayət qədər böyükdür. Eyni zamanda bu toplantının baş verməsi bizim üçün çox əhəmiyyətlidir. Bütövlükdə biz bu mart ayından sonraki dövrə nəzər yetirsək, Azərbaycanın xarici siyasət vektorunda kifayət qədər böyük hadisələr baş verdi. İstər cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfər etməsi, burada Azərbaycanla Çin arasında bütün hər tərəfli əlaqələr üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi, istər ondan sonraki dövrdə cənab Prezidentin başqa səfərləri, İran Prezidenti Məsud Pezeşkiyanın Bakıya səfəri, Azərbaycandan dünyaya verilən mesajlar və ən nəhayət sonunda cənab Prezidentin Tiranada Avropa Siyasi Birliyinin toplantısı fonunda keçirdiyi görüşlər, Avropa İttifaqının önəmli siyasi rəhbərləri ilə Prezident İlham Əliyevin siyasi dialoqu, Azərbaycanın mövqelərini ifadə etməsi, Azərbaycanın siyasi baxışının Avropa siyasi strukturlarında Albaniya kimi bir ölkədə yenidən dinlənməsi təbii ki, ölkəmizin xarici siyasət həyatı içində aktiv, qaynar hadisələrin davam etməsi deməkdir. Həmçinin ötən həftənin sonunda Prezidentin köməkçisi Hörmətli Hikmət Hacıyevin İran İslam Respublikasına səfəri gerçəkləşdirildi. Tehranda sammitdə iştirak edildi. Həmçinin Azərbaycanla İran arasındakı münasibətlərin yeni mərhələyə keçməsi ilə bağlı ölkəmizin mövqeləri bir daha bəyan edildi və bu fonda bugün Türk Dövlətləri Təşkilatının Macaristandakı zirvə görüşü və Azərbaycanın burada təbii ki, ön planda olması, ölkəmizin mövqelərinin Türk Dövlətləri Təşkilatı nəzdində bir daha dünyaya bəyan edilməsi kifayət qədər önəmlidir. Həmçinin informasiya müharibəsi kontekstində də bizim üçün müsbət, pozitiv və əlavə dividendlərdir. Sağ olun, salamat qalın.